Salam hər kəsə, hər vaxtınız xeyir olsun. Mən sizin informatika müəlliminiz Aynura Fətəliyeva. Bugün mən sizə hər kəsin PowerPoint-lə bağlı qarışdırdığı bir sualın izahını verəcəm. Hansı ki, bu tip sual keçən qəbula da düşmüşdü. Deməli, bizə deyir ki, təqdimata yeni slaydları hansı üsullarla əlavə etmək olar? İlk olaraq gəlin biz təqdimat nədir, slayd nədir? Bunlara bir belə desək ki, aydınlıq gətirək. Deməli, tələbələrin böyük əksəriyyəti təqdimat və slayd anlayışlarını qarışdırır. Baxın, PowerPoint-də yaradılan fayl təqdimat adlanır. Məsələn, mən burada bir fayl yaratmışam, lokal şəbəkə konspekt. Bu təqdimatdır. Aydındır? Amma burada yazılanlar 1, 2, 3, 4, 5 bunlar isə slayddır. Yəni ki, slayd təqdimatın səhifələridir. Təqdimat slaydların toplusudur. Gənclər, sanki belə düşünün. Təqdimat sənəddir, slayd isə onun içindəki səhifələr. İndi nəyə baxaq? Bəs yaxşı, biz yeni təqdimatı hansı üsullarla yarada bilərik? Yeni təqdimat deyirsə, tab olaraq bunu ancaq fayl tabından yarada bilirsiniz. Fayl tabında new əmri vasitəsilə blank presentation deyib siz yeni təqdimat yarada bilərsiniz və yaxud ki, aşağıda templatelərdən, şablonlardan yeni təqdimat yarada bilərik. Və blank presentation deyirəm, fərqi gördünüz? Bu yeni təqdimatdır. Siz fayl tabı vasitəsilə yeni təqdimat yarada bilərsiniz. Bəs bir də hansı yollar vasitəsilə? Quick Access Toolbar, cəld müraciətlər panelində. Bilirsiniz ki, bu hissə cəld müraciətlər paneli adlanır. Quick Access Toolbar vasitəsilə, burada new əmri vasitəsilə siz yeni təqdimat yarada bilərsiniz. Ya da ki, bunun klaviatura kombinasiyası Ctrl-N. Ctrl-N düymələr kombinasiyası vasitəsilə yeni təqdimat yarada bilərsiniz. Aydındır? Yəni, yeni təqdimat deyəndə fayl tabından new əmri, Quick Access Toolbardan new əmri, bir də ki, Ctrl-N. Bu bizim yeni təqdimatımız. Bəs yeni slayd. Yeni slayd deyirsə, tab olaraq götürürük Home tabını. Home Slides qrupunda New Slide əmri ilə və yaxud da ki, Insert tabında yenə New Slide əmri ilə klaviatura qısa yolu Ctrl-M-dir. Baxın, slaydın fərqini gördünüz, yeni slaydın. Və yaxud da ki, biz kontekst menyudan slayd üzərində sağ düyməni vurub kontekst menyudan new slayd deyə bilərik. Və yaxud da ki, slayd üzərində dayanıb enter düyməsini sıxaraq yeni slayd əlavə edə bilərik. Başqa nə qaldı? Bir də Ctrl-M-i də dedim. Deməli, bir də yadda saxlayaq ki, cari əlavə olunan slayd hər zaman cari slayddan sonraya düşür, sonraya yerləşir. Bax, bunu unutmayın. Gəlin, baxaq indi. Bizdən yeni slaydı hansı üsullarla yarada bilərik, onu soruşur. Quick Access gördünsə, deməli, bu təqdimatdır. Təqdimat. Aha. Sonra Ctrl-N gördünsə, təqdimat. File tabı gördünsə, təqdimat. Amma Home tabı gördünsə, Insert tabı gördünsə, slide. Həm də burada yazıb da New Slide. Ctrl-M gördünsə, New Slide. Təbii ki, slide sahəsindən Enter düyməsi deyirsə, bu da New Slide, yeni slide yəni. Enter, Home, Insert, Ctrl-M, kontekst menü bunlar yeni slide yaradır. Yəni, sualın doğru cavabı 4-5-6. Baxaq növbəti bununla bağlı bir suala, hansı ki, bu sual keçən il qəbula düşüb, iminli bu sual birə-bir özü qəbula düşüb. Burada isə deyir ki, yeni təqdimatı hansı üsullarla yaratmaq olar? Gənclər, təqdimat deyəndə biz götürürük Quick Access-i, Ctrl-N-i və File tabını. Enter düyməsi yeni slayddır, Insert Home tabı yeni slayddır, Ctrl-M yeni slayddır. Sualın doğru cavabı 2, 3, 4. Təqdimat deyəndə File tabı, Ctrl-N, Quick Access. Slide deyəndə Home, Insert, New Slide, Ctrl-M, kontekst menü, bir də ki, Enter düyməsini götürürük. Bax belə, ümid edirəm ki, sual sizin üçün aydın olar. Növbəti videolarda görüşmək ümidi ilə.